213 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edildi. 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu. 1275 nəfər əsir götürüldü. 1165 nəfəri sonradan girovluqdan azad etmək mümkün oldu. 150 nəfərin taleyindən isə indiyə kimi heç bir məlumat yoxdur. Meşədə qaçan gördüm. 3 gün qarın içində qaldım önce. Qar üstünə qan yağdı. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə Birləşmiş Rus-Erməni silahlı qüvvələri Xocalıya hücum edərək Xocalı soyqırımını törətdi. Xocalı sakinlərinə insanlıq dram yaşatdı. Tarixin müxtəlif dönəmlərində insanların kütləvi qətli ilə nəticələnən faciələr, soyqırımlar çox olsa da, bu qətliamlar arasında erməni silahlı qüvvələrinin törətdiyi ağla sığmaz Xocalı soyqırımı dəhşətləri ilə fərqlənir. Bu soyqırım təkcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayətidir. ...1992-ci il 26 fevral Azərbaycan xalqının qan yağışı, Xocalı faciəsindən 33 il ötür. Bugün artıq Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş Qarabağın digər bütün rayonları tam azaddır. Xocalılar öz evinə, öz yurduna böyük qürur hissi ilə qayıdıb.